Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək. Bu ölkəmizdə, eləcə də Qafqazda bir ilkdir. Bununla da şəhərin Ulduz və Koroğlu metro stansiyalarına yaxın ərazisində böyük nəqliyyat gərginliyi aradan qalxaraq yeni bir qovşaq yaranacaq. Bu qovşaq həm avtomobil yolunu, həm metronu, həm də dəmir yolu xəttini özündə ehtiva edəcək. Bu layihə sürücülər və ictimai nəqliyyatdan istifadə edən sərnişinlər üçün hansı üstünlüklər yaradacaq və şəhərdəki mövcud tıxac problemini kökündən həll edə biləcəkmi? Yeni layihə haqqında suallarımızı nəqliyyat eksperti Elməddin Muradlı cavablandırıb. Nəqliyyatın idarə edilməsi ilə bağlı artıq geniş planlar var. Cənab Prezident tərəfindən təsdiq edilib. Bakı şəhəri və ətraf ərazilərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihəsi adlanır bunlar. Və bu layihələrin icra olunması Bakıda əlbəttə ki, nəqliyyat sıxlığını kifayət qədər azaldacaq. Çünki layihələrin əsası məhz buna hesablanıb. Bu istiqamətdə indi baş plana uyğun müəyyən addımlar atılır. Onlardan biri də Ulduz metro stansiyası ətrafında Koroğlu stansiyası ətrafı, eyni zamanda bu ikisi bir yerdə götürülür. Böyük bir ərazi nəqliyyat qovşağı kimi təqdim olunacaq. Bu geniş bir plandır və bu plan icrası kifayət qədər vaxt aparacaq. Ancaq Bakı şəhəri artıq bu problemlərdən yorulub. Mən düşünürəm ki, bunu çox qısa müddətdə həll etmək faydalı olar. Ancaq böyük layihədir. Böyük layihənin icrası təbii ki, xeyli vaxt aparacaq. Yollarda müəyyən narahatlıqlar yaranacaq, yolların bağlanması və s. işlər. Son dövrlər Azərbaycanda nəqliyyatla bağlı həqiqətən də dünyada analoqu olmayan geniş layihələr həyata keçirilir. Bunları mən düşünürəm ki, mütləq qeyd etmək lazımdır. Çünki bunun üzərində çox böyük mühəndis əməyi var. İnsanlar əziyyət çəkirlər, böyük layihələr işləyirlər və bu layihələr Bakı şəhərini tıxacdan xilas etməyə hesablanıb. Sözü gedən layihə, bəli, mükəmməl layihələrdən biri olacaq. Bu layihənin bənzəri hələ ki yoxdur və hesab edirəm ki, yəni doğru düzgün icra olunsa, yəni uzun müddətli perspektivə hesablanmış bir layihə olsa, bizə çox böyük fayda verəcək. Yəni Bakı şəhərinin nəqliyyat yükünün idarə edilməsi, doğru düzgün idarə edilməsi və digər aspektlərdən yanaşsaq, yəni çox böyük imkanlar yaradacaq. Bu imkanlardan da biz yəni sürücülərin çox geniş və səmərəli şəkildə istifadə edəcəyini düşünürük.